Salam, bugün sizlərə menopauzadan sonrakı olan vaginal qanaxmalardan bəhs eləmək istəyirəm. Qadının menopauzaya girdiyini anlamamız üçün son menstruasiya tarixindən 12 ay, yəni 1 il keçmiş olması gərəkir. 1 ildən sonra olan bütün qanaxmalar postmenopauzal qanaxmalar adlanır və menopauza dövründəki olan bütün qanaxmalar bizim üçün çox önəmlidir. Bunun bir neçə səbəbi var. Birincisi, menopauza dövründə olan qanaxmalar ginekoloji xərçənglərin xəbərcisi ola bilər. İkincisi, hər hansı bir xərçəng olmasa belə xərçəng öncüsü bir problem varsa, onu vaxtında aşkarlayıb, diaqnoz qoyub və xərçəngə keçmədən müalicə edə bilməmiz üçün bizim üçün önəmlidir. Ona görə klimaks dövründə olan, yəni postklimakterik dövrdə olan, menopauzal dövrdə olan bütün qadınların ləkələnmə daxil olan hər hansı bir qanaxmasında mütləq ginekoloji müayinə olması gərəkir. Ginekoloji müayinə zamanı biz uşaqlıq boynuna və vagina divarlarına öncə güzgü ilə baxırıq və gərəkli durumlarda uşaqlıq boynundan pap test, simir testimizi alırıq və ultrasəs müayinəsi ilə uşaqlıq divarının qalınlığı, uşaqlıq daxili patologiyalar, uşaqlıqda olan qanaxmaya səbəb ola biləcək patologiyalar, eyni zamanda yumurtalıqda ola biləcək patologiyalar dəyərləndirilir. Hər hansı bir qanaxmaya səbəb ola biləcək bir durum varsa, ona diaqnoz qoyulur və postklimakterik dövrdə olan bütün qanaxmalarda, əgər endometrial bir qanaxmadırsa bunun səbəbi, mütləq şəkildə endometrial biopsiya alınır. Endometrial biopsiya aldığımız materialı patoloji incələmək üçün əkilməyə göndəririk və onun sonucuna görə pasientlərə müalicə planlayırıq.